71. Verilənlər bazası fraqmentinə əsasən bu sorğuya cədvəlin hansı nömrəli yazıları cavab verər? Yazılıb belə. 3 dənə mötərizə açılıb. 3 dənə mötərizə açılıb. Biologiya kiçikdir 20 and not. Riyaziyyat böyükdür 20. Or fizika böyükdür 15. And kimya böyükdür 20. 3 dənə də mötərizə bağlanıb. Belə olan halda birinci axtarırıq notu, ikinci and, üçüncü də or. Bunlar həll olunacaq. Baxırıq not hansı mötərizənin qarşısındadır. Riyaziyyat böyükdür 20 mötərizəsinin qarşısındadır. Deməli, onun şərtini çevirəcək tərsinə. Eləyəcək belə. Riyaziyyat kiçikdir, bərabərdir 20. Baxırıq riyaziyyat hissəsinə. 20 də daxil olmaqla. 20-dən kiçik bərabərləri götürürük. 20-dən kiçikləri götürürük. 20 də daxil olmaqla. 20-dir, bir də 15-dir. Hansı sətirlərə düşür? 20 düşür 3-ə, 15 düşür 5-ə. Yazırıq belə. 3, 5. Not həll olundu. İndi əndi axtarırıq. Baxırıq, qarşısında ənd var bunun. Biologiya kiçikdir, 20 mötərizəsi ilə ənd olunacaq. Gəlirik bura. 20-dən kiçikləri axtarırıq. Bu dəfə 20 daxil deyil buna. 8, 14, 17, 10. 4 dənəsi. Birinci sətir, üçüncü sətir, dördüncü, bir də beşinci sətir. 1, 3, 4, 5. İndi bu hər ikisi ənd olunacaq. 1, 3, 4, 5, ənd olunacaq 3, 5-lə. Ənd də hər ikisindəki ortaqları götürür. 3 hər ikisində var və 5 hər ikisində var. Bunları götürəcək, yazacaq. Bunun nəticəsi oldu 3, 5. 3, 5. İndi baxırıq, əndlər hələ bitməyib. Burada da ənd var. Kimya böyükdür 20 mötərizəsi ilə, fizika böyükdür 15 mötərizəsi ənd olunacaq. Gəlirik kimyaya. 20-dən böyük olanlar 23-dür, 24-dür, 27-dir. Vəssalam. Birinci sətir, dördüncü sətir, beşinci sətir. 1, 4, 5. Ənd olunacaq. Baxın, mötərizənin şərti ilə. Fizika böyükdür 15. 27 15-dən böyükdür. 30, 24, 18 və bir də 30. Oldu hansı sətirlər? 2-ci, 3-cü, 4-cü, 5-ci, 7-ci. 2, 3, 4, 5, 7. Bu sətirlər. Ənd də yenə hər ikisində olan ortaqları götürəcək. 4 götürəcək, hər ikisində var və 5-i götürəcək, hər ikisində var. Oldu 4, 5. Bu mötərizənin nəticəsində tapdıq, bu mötərizənin nəticəsində tapdıq. İndi hər iki mötərizəni or eləyəcəyik. Ənd də bitdi, artıq keçirik ora. 3, 5, or olunacaq 4, 5-lə. Or ənddən fərqli olaraq birləşdirəcək. Bax, 3 var, 3-ü saxladı. 5 var, 3 var, saxladı. 4 var, yoxdur. Bax, əlavə elədi, birləşdirdi. 5 var, saxladı. Belə. Oldu 3, 4, 5. Növbəti. İki müxtəlif ölçülü video fayl və informasiya həcmi 17 kilobayt olan bir ədəd mətn faylı birlikdə klaster ölçüsü 8 kilobayt olan diskdə 6 klaster yer tutur. Böyük həcmə malik video fayl diskdə neçə kilobayt yer tutur? İki müxtəlif ölçü video fayldır. Birinə yazaq video 1, birinə yazaq video 2. Və bunların da üzərinə bir dənə mətn faylı gəlir. Hamısı birlikdə tutur 6 klaster yer. Mətn faylını da verib ki, 17 kilobayt. İndi bu mətn faylı diskdə klasterlər şəklində yerləşdirilir də. 4 öküntü halında yerləşdirilir bu 17 kilobayt. Bax, klasterin ölçüsündə verib. 8 kilobayt verib. 17-ni böləcəm 8-ə, görüm neçə klaster yer ayrılır bu mətn üçün. 2 dəfə yerləşir 8, 17-nin içərisində. 17-dən 16-ını çıxıram, qalıq qaldı. 2 klaster yerləşdi. Amma bu qalığı heç ara tullaya bilmirəm axı. Çünki bu 2 də, 1 də bu 17-nin tərkib hissələridir də. Mən 17-ni tam halda diskdə yerləşdirmək istəyirəmsə, qalığı tullaya bilmirəm. Bu qalıq üçün də bir dənə əlavə klaster gətirirəm. Olur cəmi 3 dənə klaster. Bu mətn üçün 3 dənə klaster ayrıldı. Bu mətnin disk sayısını tapmaq üçün bu 3-ü vuracam, klaster sayını vuracam klasterin həcminə 8-ə. Olacaq 24 kilobayt. Bu da bunun disk sayısıdır. İndi nə oldu nəticə? 3 dənə klaster mətn üçün ayrıldı.
Ümumilikdə 6 klasteri yer ayırmışdı. 3'ü getdi mətnə, qaldı 3'ü. Bu 3'ü də bölünəcək bu video fayllar arasında. Amma qeyri-bərabər paylanacaq da. 3 dənə klasterdə 2 video fayl arasında paylanacaq. Deməli, ikisini biri götürəcək, birini biri götürəcək. Video 1 olsun 2 dənə klaster, video 2 də olsun 1 dənə klaster. 4 dənə klaster olsaydı ikisi birinə, ikisi birinə olardı. Amma indi qeyri-bərabər bölünəcək. Bu klasterin sayı vurulacaq klasterin ölçüsünə. Video faylın həcmini tapırıq. Oldu 16 kilobayt. Bu bunun ölçüsü. İndi bu klasterin sayı vurulacaq klasterin ölçüsünə, bu da olacaq 8 kilobayt. Bu da bunun ölçüsü. İndi hansı böyük oldu? 16 8 kilobaytdan böyük oldu da. Böyük video faylın ölçüsü 16 kilobayt yer tutur diskdə. 73. Alqoritmin icrası nəticəsində K dəyişəninin qiymətini müəyyən edin. N başlayıb -100-dən və N 100-ə kimi davam edib. 100-də daxil. İnterval bilindi. Bax, bu intervalda, yəni -100, 100 intervalında hər ikisi də daxil olmaq şərtində. Bu əməliyyatlar yerinə yetirilir. Baxanda görünür 48-79 arası K bərabərdir K plus 1. K'ları bir-bir artıracaq, yəni sayacaq. Amma gəlin həll edək. Bu əməliyyatlar yerinə yetirilir. S bərabərdir N minus 48 və X bərabərdir 79 minus N vurulsun S. Və bir şərt qoyuraq. Axırda deyir ki, X böyükdürsə 0-dan, yəni X budur da, bu 0-dan böyük olmalıdır. Hər qoluna keç, əgər bu 0-dan böyük olarsa, K'ları bir-bir artır, yəni say. X da S-ə vurulur da. Bax, bu X, S hasilinin 0-dan böyük olması lazımdır bizə. Bu intervalda -100, 100 intervalında X, S hasilinin 0-dan böyük olması şərti ödənsin, keç hər qoluna və K'ları say. Əgər X, S hasili 0-dan böyük olarsa, yəni müsbət olarsa, bu müsbət deməkdir. Onda X də müsbət olmalıdır, S də müsbət olmalıdır ki, hasil bizə müsbət ədəd versin. Və 0-dan fərqli olmalıdır. X da, S də 0-dan fərqli olmalıdır, hər ikisi də. İndi bu sıfırlarını, bu ifadənin sıfıra çevrilmə qiymətlərini tapıb bunlardan uzaq gəzməliyik. Baxın. Tapıram birinci belə. N minus 48 bərabərdir 0. N bərabərdir 48. Biri 48'dir. İndi o birisini tapırıq. 79 minus N bərabərdir 0. N də bərabərdir 79'a. Bir qiyməti bunun 48'dir, bir qiyməti də 79'dur. Deməli, 79 və 48 qiymətləri bu ifadəni sıfıra çevirəcək. Bir dənə ədəd oxu çəkirəm, belə. Burada intervalları qeyd edirəm. -100, bir də 100. Və bir də sıfırları qeyd edirəm. 48, 79. Belə çəkirəm intervalları. Mənfiləri, müsbətləri qeyd edirəm. Və bizə hansı aralıq lazımdır? Müsbət aralıq lazımdır, böyükdür 0 aralığı. Bax, müsbət də düşür bura, 48-79 aralığına. Bu ədədləri, bu intervalda biz ədədlərin sayını tapacağıq. Baxın, 48 daxil deyil, 79 da daxil deyil. Bunu tapmaq üçün 79-dan çıxacam 48-i, bir də 1-i çıxacam. 31-dən 1-i çıxacam, olur 30. Lap parça daxilində belə tapası olsaq, 48 daxil deyil, amma 49 daxil. Yəni 49-dan başlayır. 79 daxil deyil, amma 78 daxildir. Bu parçada da hesablayası olsaq, 78-dən çıxarıb 49 üzərinə 1 gələrik. 29 üzərinə də 1 gələrik, olar 30. Belə. Yəni bu intervalda 30 dənə ədəd var. Yerinə də qoyub yoxlasaq, əgər görərik ki, bu aralıqdakı ədədləri versək, bizə müsbət ədəd verəcəkdir bu hasil. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan hansı ən böyük natural ədəd daxil edilməlidir ki, nəticədə 256 ədədi çap olunsun. N bərabərdir 1 qiyməti ilə girib dövrə və N 256 ədədi ilə dövrdən çıxır.
Birinci dövrdə neçə dövr gedib onu tapırıq. Bir qiyməti ilə girib dövrə, 4-ə vurub 4 alıb. İkinci dövrə girib 4 qiyməti ilə girib dövrə 16 alıb. Üçüncü dövrdə 16 qiyməti ilə girib 4-ə 64 alıb. Dördüncü dövrdə də 64 qiyməti ilə girib dövrə və nəhayət 256 alıb dövrdən çıxıb. İndi baxanda 4 dövr gedib də bu. 4 dövr. Axırıncı dəfə bu daxil elədiyimiz ədədin, bax burada var, ədədin 2-yə bölünməsindən alınan tam hissə 1-dən böyük olmalıdır. Lap axırıncı dəfə dövrə girsəm, hansısa bir ədəd olub, bunu 2-yə bölsəm və alınan tam hissə 2 olar, böyükdür bir şərtinə hə deyərəm, n də bərabər olur 256-ya. Amma burada bizə hansı ən böyük natural ədəd deyir deyə, yəni bu variantların içərisində ən böyüyü olmalıdır deyə. Mən bu tam hissəni bir vahid böyük götürürəm. A-nın 2-yə bölünməsindən alınan tam hissəni bir vahid böyük götürürəm. Böyükdür bir şərtində hə deyirəm, axırıncı dəfə n alıram 256. Baxın, bu tam hissəni bir vahid böyük götürdüm ha. İndi başlayıram ən axırıncı dövrdən, 4-cü dövrdən. Hansısa bir ədəd böldüm 2-yə, tam hissə düşdü 3. Birdən böyükdürmü? Deyirəm, hə. N almış oluram, 256 dövrdən çıxıram. Bu hansı olar? Hansısa ədədi 2-yə bölərəm, tam hissə mənə 3 verər. 6 olar. Amma bir vahid artığını götürəcəm. Tam hissəni bir vahid böyütdüm axı. Bölünəni də bir vahid böyüdəcəm. İndi keçirəm bundan əvvəlki dövrə. Bu 7-nin özü. Hansısa ədədin 2-yə bölünməsindən alınan tam hissə olub, birdən böyük olub, hə demişəm, n alıb 256-dan qabaq 64. Bu olar 14, hə. Amma 14-ü bir vahid artıq götürürəm deyə yazacağım bura 15. Keçirəm bundan əvvəlki dövrə. Bax, bu 15-in özü. Hansısa ədədin 2-yə bölünməsindən alınan tam hissə olub, birdən böyük şərti ödəniyib, 64-dən qabaq n olub 16. 30 olar da, 30-u 2-yə bölərəm, tam hissə 15 düşər, bir vahid artıq götürdüyümə görə 31-i seçdim. Keçirəm lap əvvəlki dövrə, ən birinci dövrə. Bu 31-in özü. Hansısa ədədin 2-yə bölünməsindən alınan tam hissə olub. Birdən böyük şərti ödənib, n birinci dövrdə 16-dan qabaq olub düzdür. İndi bu 62 olar. 62-ni 2-yə bölərəm, tam hissə düşər 31. Bir vahid artıq götürdüyümə görə bu oldu 63. Tapdıq ki, 63-dür. İndi buradan baxıram ki, 100% ki, bu ədədlər deyil, 63-dən kiçik ədəd deyil. Sonda 65-i də yoxlayarıq, yoxlamağımızın məqsədi var. İndi bura baxanda necə tapmış olduq? Bax, bu tam hissəni 2-yə vurduq, üzərinə 1 gəldik. 7-ni belə aldıq. İndi bu 7 olan tam hissəni 2-yə vurduq, üzərinə 1 gəldik, 15 aldıq. İndi bu 15-i 2-yə vurduq, üzərinə 1 gəldik. Oldu 31. Bu 31-i tam hissəni 2-yə vurduq, üzərinə 1 gəldik. Oldu 63. Belə tapdıq. İndi bu 65-i də yoxlayaq. 65. Birinci dövrdə A-ya verdim 65, dövrə girdim. N bərabərdir 1 qiyməti ilə. 65-i böldüm 2-yə, tam hissə nə düşdü? 32. Böyükdür 1-dən dedim, hə, n bərabər oldu 4-ə. İkinci dövrdə 32-ni böldüm 2-yə. Alınan tam hissə neçə oldu 32-ni 2-yə böləndə? 16. Birdən böyükdür, hə, n bərabər oldu 16. Üçüncü dövrdə 16-nı böldüm 2-yə, tam hissə düşdü 8. Birdən böyükdür şərtinə, hə dedim, n bərabər oldu 64-ə. Dördüncü dövrdə 8-i böldüm 2-yə, tam hissə düşdü 4 və n bərabər oldu 256-ya. Amma burada 4 qaldı axı. Mən məcbur oluram ki, 5-ci dövrə keçim, 4-ü bölüm 2-yə, tam hissə düşsün 2, şərt ödənsin, n bir dəfə olsun 1024, 256-nı 4-ə vuranda. Həm n-in qiyməti gör neçə alındı, 1024, həm də 5-ci dövrə keçdi. Amma mənə lazımdır ki, 4 dövr geçsin və n alınsın 256. 65 bu variantlar içərisində ən böyük ədəddir, amma həm dövrü genişləndirir, həm də qiyməti böyüdür. Bu mənə səhv eləmir. İndi 75-ci sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N-i 23 veribdir. 23-ü 3-ə böləndə qalıq hissə əgər 1-ə bərabərdirsə,
Qalıq hissəni çap elə. Əgər 1-ə bərabər deyilsə, tam hissəni çap elə. Bunu istəyir bizdən. Sadə bir sualdır. 23-ü bölüb 3-ə 7 dəfə yerləşir 3. Burada 21. Qalıq düşür 2. 2 birə bərabər, bu 2 birə bərabərdir qalıq hissə. Yox dediyimizə görə düşürük LC-yə. Tam hissəni çapa veririk. Bax, bu 7-ni. Bu da olur B variantı. 76. Uyğunluğu müəyyən edin. Qrafik informasiyanın həcmi burada x rəng dərinliyidir. Yəni aldığımız axırıncı x nə olacaqsa bunu 2-nin üzərinə çıxaracağıq. Birincini baxaq. 512 vurulsun 256 vurulsun x bit bərabərdir. 256 kilobaytı da çevirəcəm bitə. 2 üstü 13. 512 olacaq 2 üstü 9. 256 olacaq 2 üstü 8 vurulsun x. 256 olacaq 2 üstü 8. 2 üstü 13'ü də oldu. Kimi yazacağım? 9 ilə 8 toplanacaq. 2 üstü 17 vurulsun x. X-i burada 2 üstü üzəri kimi fikirləşirik. 8 ilə 13'ü toplayanda da 21. X bərabərdir. 21-dən 17 çıxanda qalır 4. Yəni 17-dən 21-ə getmək üçün nə çatışmır? X bərabərdir 4. Bu da 2 üstü 4. 16. Bu 16 rəng dərinliyi olduğu üçün 16-nı 2-nin üzərinə gətiririk. Olur 2 üstü 16. Birinciyə nə uyğun oldu? A. İkincini yoxlayaq. 512 vurulsun 512 vurulsun x bərabər 3 vurulsun 2 üstü 20 bit. Bunu olduğu kimi verib, bit verib bunu. Bit. 512 2 üstü 9'dur. 512 2 üstü 9 vurulsun x bərabərdir. 3 vurulsun 2 üstü 20. X də bərabərdir. 3'ü saxlayıram olduğu kimi. Bu üstləri topladım da burada 18, burada da 20. 18'den 20'ye gəlmək üçün 2 çatışmış. 2 üstü 2. 3'ü də vurdum. 4'ə alınır 12. Bu 12 rəng dərinliyi olduğu üçün çıxartdım 2'nin üzərinə. 2 üstü 12 burada C. 3'ü yoxlayaq. 256 vurulsun 128 vurulsun x bit bərabərdir. 384 vurulsun 2 üstü 11 bit. 2 üstü 8 vurulsun 2 üstü 7 vurulsun x bərabərdir. 3'ü yazacağım. 2 üstü 7 şəklində. 384'ü 3 vurulsun 128 şəklində yazsaq, bu da 2 üstü 7'dir. 7'dir də 121. Vurulsun 2 üstü 11'i də burada yazsam. X bərabərdir 3 vurulsun. 2 üstü 7 ilə 8 toplanır 15. Bu da 2 üstü 7 ilə 11 toplanır. Belə yazaq da 2 üstü 15 vurulsun 2 üstü bir dəqiqə qarışdırmayayım. 2 üstü 15 vurulsun x bərabərdir 3 vurulsun 2 üstü 18. X bərabərdir 3'ü saxlayıram. 15'dən 18'ə gəlmək üçün nə çatışmır? 3 çatışmır. 2 üstü 3. 3'ü vururam 2 üstü 3'ə, yəni 8'ə, bu olur 24. 24 də rəng dərinliyidir, çıxır 2'nin üzərinə. Bu olur Y variantı. 1'ə A, 2'yə C, 3'ə də Y variantı. Oldu A. Belə. 77. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan daxil edilə biləcək cəmi neçə dənə natural ədəd var ki, hər dəfə 8 ədədi çap olunsun. Baxıram K bərabərdir 1 ilə dövrə girir, 8 ədədi çap olunsun deyir, yəni K da bir arta axırda 8'i almalıdır. A 1 ilə girir dövrə, K axırda 8'i alırsa, bu neçə gəlməlidir 8'in üzərindəki, bu 1'in üzərinə neçə gəlməlidir? 7 gəlməlidir 8 eləməsi üçün. Deməli, K 7 dövr gedir burada. Yəni, dövr 7 dəfə təkrarlanır. İndi hansısa bir ədədi daxil eləmişik. Burada deyir ki, klaviaturdan daxil edilə biləcək cəmi neçə dənə natural ədəd var ki, hər dəfə 8 ədəd çap olunsun. Hə, burada belə ədəd oxu çəkəcəyik. Bu ədəd oxunda birinci ən kiçik qiymətini tapacağıq. Sonra ən böyük qiymətini tapacağıq. Bunları tapaq ki, bunların arasındakı neçə dənə natural ədəd var, onların sayını tapmış olaq. Yaxşı, ən birinci dəfə dövrə, ən kiçik olaraq S-ə nə daxil edə bilərik ki, 250 şərtindən kiçik olsun, 250-dən kiçik olsun,
7 dövr gedərək K-ya 8 qiymətini alsın. İndi birinci bu ən kiçik qiymətini tapaq. Bax, K bərabərdir 1 qiyməti ilə girir də dövrə. Bu S-ə bilmirəm nə vermişəm. S-in üzərinə gəlirəm, K-nın mövcud qiymətini 5-ə vurub gəlirəm. 1-i 5-ə vurub gəlirəm S-in üzərinə, yəni 5-i. K da onunla bərabər 1 artır. 1 idi, oldu 2. Keçirəm ikinci dövrə. K-nın 2 qiyməti ilə girir dövrə. İkinci dəfə bu S-in üzərinə 2-ni 5-ə vurub gəlirəm. Yəni K-nın qiyməti 2-dir, vururam 5-i S-in üzərinə gəlirəm. K yenə artdı, oldu 3. Üçüncü dövrə gedirəm. S-in üzərinə 3-ü 5-ə vurub gəlirəm. 15-i gəlirəm, K bərabər olur 4-ə. Dördüncü dövrə gedirəm. S-in üzərinə 4-ü 5-ə vurub gəlirəm. 20-ni. K bərabər olur 5-ə. 5-ci dövrə keçirəm. 7 dövr gedəcəm. K 8 alınana kimi. S-in üzərinə bu 5-i 5-ə vurub gəlirəm. 25-i gəlirəm. K da 1 vahid artdı, oldu 6. 6-cı dövrə keçirəm. S-in üzərinə 6-nı 5-ə vurub gəlirəm. 30-u gəlirəm. K bərabər olur 7-yə. 7-ci dövrə keçirəm və nəhayət bu sonuncu dövrdə S-in üzərinə gəlirəm. 7-ni 5-ə vuraraq. 35-i gəlirəm və K da bərabər olur 8. Budur. 8 qiymətini aldım. 7 dövr getdi. Yaxşı, bu hansı ədəddir ki, bunun üzərinə bu qədər ədədləri gəlmişəm? Bax, S-in üzərinə gəlmişəm. İlk olaraq 5-i, sonra 10-u, sonra 15-i, sonra 20-ni, 25-i, 30-u, nəhayət 35-i gəlmişəm. K bərabərdir 8 alınıb. Və nə vaxta kimi gəlmişəm bunların üzərinə? 250 şərti pozulana kimi. Kiçikdir 250 şərti pozulana kimi. Şərt pozulanda belə olur da, işarə tərsinə çevrilir. Belə. İndi ən kiçik ədədi tapacağam. S üstə gələk. Bu ədədlərin cəmi nə edir? 15, 5, 20, 30, 50, 50-nin üzərinə 30, 80, 80-nin üzərinə bunlar 140. S-in üzərinə 140-ı gəlmişəm. Ta ki 250 şərti pozulana kimi. S böyükdür bərabərdir. 250-dən çıxacağım 140-a. S böyükdür bərabərdir. 250-dən 140-a çıxanda olur 110. Bunu da 110 kimi götürəcəm. Bax, ən kiçik qiyməti 110-dur. 110-u tapdıq. Yazıram bura. Yaxşı, bəs ən böyük qiyməti hansıdır bunun? Yenə 7 dövr getsin. K-ında 8 alsın. Baxıram burada şərtə. Bax, S kiçikdir 250. S-ə 250 versəm, 250 250-dən kiçik olmaz. Heç dövrə girə bilmərəm. Amma bir dənə aşağısını götürürəm bunun. Eləyirəm 249. Bax, 249-dan indi ən böyük qiymətini tapacağıq burada. 249-u verirəm S-ə. Girirəm dövrə. Kiçikdirmi 250-dən? Deyirəm, hə. K da bərabərdir 1 qiyməti ilə girmişdi də. Bu S-in üzərinə, yəni 249-un üzərinə gəlirəm. 1-i 5-ə vurub gəlirəm. Bax, 5-i gəlirəm. Olur 254. K da özlüyündə artır. 2-dən, bir dənə artır, olur 2. Yaxşı, bu birinci dövr. Keçirəm ikinci dövrü yoxlamaq istəyirəm. 254 kiçikdirmi 250-dən? Yox cavabı. Deyirəm, yox. Onda heç K da artmadı. İkinci dövrə heç girib yoxlaya da bilməyib. İkinci dövrü heç icra eləyə bilmədi. Elə birinci dövrdəcə qaldı. K da 2 qiymətini aldı, dayandı. Amma mənə bu lazım deyil axı. Düzdür, bu ən böyük qiymətdir. Amma bircə dövr gedir, K-ında 2 alır. Mənə lazımdır ki, hansı elə ən böyük qiymətini daxil edeyim ki, K alsın 8-i və 7 dövr getsin. Bunu tapmaq üçün, bax, o ən böyük qiymət bayaq tapdığı ki, şərtə daxil ola biləcəyimiz ən böyük qiymət 249. Ondan çıxa-çıxa gedəcəm. Ən kiçik qiyməti tapmaq üçün S-in üzərinə 1-i 5-ə vuraraq, 2-ni 5-ə vuraraq əlavə eləyə gəlirdim. İndi görürəm ki, 249 həddini aşır, gedir 254-də, başlayıram çıxmağa. Lap birinci dövrdə, bax belə, 249-u verdim, gördüm 250-dən kiçikdir mi? Hə, amma K2 qiymətini aldı, dayandı. Bircə dövr getdi, bax, mənə sərf eləmir. İndi bir dövr əvvələ qayıdıram. Bu 249-dan 5-i çıxacam. Əvvəl 5 gəlmişdim lap əvvəl qiymətində. Kiçik qiymətini tapanda indi 5 çıxıram. Tərsinə gedirəm. Olur 244. K-da 3 qiymətini alacam. Bu da mənə sərf eləmir. Görürəm 244 ilə dövrə girəndə ikicə dövr getmiş oluram. K-da 3 qiymətini alır, dayanır. Yox, bu mənə sərf eləmir. Bir dövr əvvələ gedirəm. 244-dən çıxıram 10. Olur 234. K-da 4 qiymətini alır, dayanır. Bu da olmadı. Qayıdıram bundan əvvəlki dövrə.
234-dən çıxacam nəyi? 15-i. Verəcək 219-u. K da alacaq 5-i. Bu da sərf eləməli. Bununla əvvəlki dövrə gedirəm. 219-dan çıxıram 20-ni. Alınır 199. K da 6 qiymətini alır, dayanır. Bu da olmadı. İndi bundan əvvəlki dövrə gedirəm. Bundan bir dövr əvvələ gedirəm. 199-dan çıxıram 25-i. Alınır 174. K da 7 qiymətini alır, dayanır. Bu da sərf eləməlidir. Bundan bir dövr əvvələ də gedirəm. 174-dən çıxıram 30-u, olur 144. K da bərabər olur 8-ə. Bax, tapdım. 7 dövr getdi. K da aldı 8. Bax, bu qiyməti daxil eləyəndə. 144-ü daxil eləyəndə 7 dövr getdi. K da alındı 8. Mənə deyil, bu lazım idi. Böyük qiymətini də tapdım. Gətirəm ədəd oxuna, bu böyük qiymətini yazıram. 144. İndi bunlar arasındakı ədədləri tapmaq asandır. 110 da daxildir, 144 də daxildir. Bax, bu 110 da daxildir, 144 də daxildir. 144-dən çıxıram 110-u, üzərinə 1 gəlirəm. 34-ün üzərinə 1 gəlirəm, olur 35. Yəni 35 dənə ədəd var bunlar arasında. Yetmiş 8. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bir dənə belə siyahı verir. Bax, bu N siyahısını verib. Hər dəfə bir dənə ədədi götürür, göndərir yuxarı defə. Burada deyir ki, bax, A-nı 125 götürdü də A-nı, göndərdi defə. N1 bərabərdir. 125-i böləcəyik 10-a, tam hissəsini götürəcəyik, onu da böləcəyik 10-a, qalığı götürəcəyik. Bura alınır 12. 12-ni 10-a böləndə qalıq düşür 2. İndi bu qalıq 2-yə bərabərdirmi? Deyirik, hə, 2 2-yə bərabərdir. Return N1. N1-i qaytar, yəni 2-ni qaytar. Əgər bərabər olmasaydı 0-ı qaytaracaq. 2-ni qaytardı, düşdü aşağı. Deyir, bu 2 0-dan fərqlidirmi? Deyirik, hə, onda B siyahısına əlavə elə. B append I. Burada da bir dənə B siyahısı verib də budur. Bunu aşağıdan yazacağım. B siyahısına əlavə elə. Nəyə əlavə elədi? I-ni. Yəni, I-nin içərisindən götürdüyüm bu ədədi. 125-i. Sonra gəlir. 622-ni yoxlayır. 622-ni bölür 10-a və bir dəfə də 10-a bölür, qalığı tapır. Bu olur 62. 62-ni də böləndə 10-a düşür qalıq 2. İndi bu 2 2-yə bərabərdir. Dedi, hə, N1-i qaytardı. Sonra gəlir. Bu 2 0-dan fərqlidirmi? Deyirik, hə, fərqlidirsə əlavə elə B siyahısına. Bax, bu 622-ni də əlavə elədi. Sonra keçir 272-ni yoxlayır. 272-ni bölür 10-a və bir də 10-a bölür, qalığı tapır. Burada 27, böləndə 10-a düşür qalıq 7. 7 2-yə bərabərdir mi? Deyirik, yox. Bax, bu 0-ı qaytardı bu dəfə. İndi gəlir burada 0 0-dan fərqlidir mi? Yox, 0 0-a bərabərdir. Ona görə heç bu 272 siyahıya əlavə eləyə bilmədi. 682-ni də yoxlasaq əlavə eləyə bilməyəcək. Niyə? Baxın, burada məqsədi nədir bunun? Bax, 326-nı əlavə eləyəcək. 326-nı böləcək 10-a, bir də böləcək 10-a. 32-ni 10-a böləndə qalıq düşəcək 2. Bax, eyni işləm burada da olacaq. Gələcək 326-nı əlavə eləyəcək. 1-2 gedişdən sonra artıq başa düşülür bu. Hamısını yerinə yetirməyə ehtiyac olmur. Bax, 213-ü əlavə eləyə bilməyəcək. 452-ni əlavə eləyə bilməyəcək. Hansıların ki, onluq mərtəbəsində 2 dayanır. Bax, 125-in onluq mərtəbəsində 2 var. 622-də 2 var onluqda. 326-nın onluq mərtəbəsində 2 var. Bax, hansılarda ki, bunlar var, bu ədədləri götürür, daxil eləyib B siyahısına. Yetmiş 9. Belə bir uzunca söz yazıb. I never stop believing. Nə bilim nə. Cümləsinin informasiya həcmi arasındakı uyğunluğu müəyyən edin. Sözlər arasında bir boşluq simvolu var. Yazıq uşaq otursun, bunu saysın. Deməli, bu sözləri sayacağıq. Sözlərin hərflərini də sayacağıq.
Sözlərin hərflərini sayacağıq. Bir də aralarındakı hər bir boşluq simvolu da kompüter bir simvol kimi götürək, o da sayılacaq. Və başladıq. Ay sözü bir dənə hərf var burada. Nevə sözündə 5 dənə hərf var. Stop sözündə 4 dənədir. Believing 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənədir. In 2 dənədir. Hop 4 dənə hərfi var. Because 7-dir. Miracles 8-dir. Happen 6-dır. Every 5-dir. Day də 3-dür. İndi burada hərflər bu qədər oldu. Bəs neçə dənə söz var? Boşluqlarını tapmaq üçün sayacağım sözlər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə söz varsa əgər 11-dən 1 çıxacaq, olacaq 10. Bax, bu da boşluqların sayıdır. Boşluğun sayı sözlərin sayından bir vahid əski olur. Bax, onu gələcəm bura. Məsəl üçün yazıram bura I am go. Məsələn, bu bir söz oldu, bu da bir söz oldu. Bunlar arasında da bir dənə boşluq olacaq. İki sözdən bir əskik boşluq olur. Burada neçə dənə oldu? 1, 5, 10, 1. Burada 7, 3 də üzərinə gəl. 54. 54 dənə hərf var. Əgər səhv saymadımsa. Üzərinə də gəlirəm bu 10-u, yəni boşluğu da sayıram, olur 64. 64 dənə simvol var burada. İndi bu 64 dənə simvol Unicode'a görə, bir də ASCII-yə görə sortlayacağıq. Unicode'da bir simvol 2 baytdır, bir də 16 bitdir. ASCII-də də bir simvol 1 baytdır, 8 bitdir. Buna uyğun yazaq. İndi 64 simvol nə olacaq 2 baytdan olan? Olacaq 128 bayt. Bəs yaxşı bitlə olanda, 16 bitlə olanda 64, yəni 2 üstü 6-dır. Vuracam 16 bitə, 2 üstü 4-ə. Bu da olacaq 2 üstü 10 bit. Unicode-da 128 byte, bir də 2 üstü 10 bit oldu. Birə uyğun gəldi nə? Unicode-a uyğun gəldi. C ilə Y. İndi ASCII-yə baxaq. 64 simvol ilə 64 byte eləyəcək. 64-ü də vuranda 8-ə, 2 üstü 3-ü, 2 üstü 6-nı 2 üstü 3-ə vuranda eləyəcək 2 üstü 9 bit. Yəni 64 byte, 2 üstü 9 bit. Bu da eləyəcək B ilə D. 1-ə C, Y, 2-yə yox, 1-ə C, Y, 2-yə A yazmalıyam. B yazmışam. 1-ə C, Y, 2-yə A, D. Belə. 80-ci sual. Elektron cədvəl fraqmenti verilmişdir. W1, W4 diapazonu əsasında qurulmuş diaqramın şəkildəki kimi olması üçün X3 xanasına hansı tam ədəd yazılmalıdır? Görək xanalarda hansı ədədlər durur? Yox, birinci W1-dən başlayır. W1 bərabərdir. X1 vurulsun, Y1 topla Z1. X1 nədir? 3-dür. Vurulsun, Y1 9-dur. Z1-də 4. 3-ü vuracam. 13-ə 39. W2. Y2 vurulsun. X2 topla Z2. Y2 nədir? 4-dür. Z2 ilə X2-ni də cəmi neçə eləyir? Z2 neçədir? 7. X2 də 6-dır. 4-ü vuracam. 13-ə alacam 52. W3-ün qiyməti nədir? Z3 vurulsun X3 topla Y3. Z3 nədir? X-dir. Buradakı X-i belə yazacam. Bu məchul X-idir. Vuracam nəyə? X3 topla Z3 nədir? X3. Yox, Z3 2-də axı. Bir dəqiqə. Z3 nədir? 2-dir. 2-ni vuracam. X topla 5-ə. Bunu da vurub açacağım. 2x topla 10 kimi yazacağım. Və nəhayət W4-ü də 13 verir. İndi bu diaqram hissəsinə baxıram. Bax, bu diaqram faizlərlə verilən diaqram bu xanalarla birbaşa əlaqəlidir. Bunu həmişə saat əqrəbi istiqamətində gedərək düzürəm. 30%-ə düşəcək 39. Sonra 52-yə düşəcək 40%. Sonra 2x topla 10-a düşəcək 20%. Bir də ən axırıncısına bu 13-ə düşəcək 10%.
10%. İndi bunları necə tapıram? Bax, bura baxıram bu diaqrama. 40% ilə 10% cəmləyəndə, bax 40% ilə 10% cəmlədim. Oldu 50%. Bərabər oldu 30% ilə 20%-in cəminə. 30% ilə 20%-in cəminə bərabər oldu. Yəni 50-50-yə bərabər oldu. Deməli, faizləri göstərən ədədləri bərabərləşdirib buradan x-i tapmaq asan olacaq. İndi baxaq. Bax, 30% ilə 20%. Bax, 30% ilə 20%-i cəmləyəndə 30% ilə 20%-i cəmləyəndə bərabər olur 10% ilə 40%-in cəminə. İndi 30%-in göstəricisi burada 39-dur. Cəmləyirəm 20%-in göstəricisine. 2x topla 10-la. Bərabər olur 10% ilə 13 ilə 40%-in cəminə. 52-nin cəminə. 2x topla 39 ilə 10-u cəmləyəndə 49. Bərabərdir. 13 ilə 52-ni cəmləyəndə 65. 2x-i buradan tapanda 65-dən 49 çıxanda 16. 2x də bərabərdir 8-ə. Belə də tapmaq olar və bir də tutaq ki, burada 10% var, bir də 20% var. Bunların asıllığı ilə tapmaq olar. 20% bərabərdir 2-ni 10%-ə vuranda. Yəni 2-ni 10%-ə vuranda 20% eləyir. İndi 20% burada nədir? 2x topla 10-dur da. Bərabərdir. 10% nədir? 13-dür. Bu 2-ni vuracam 13-ə ki, bərabərləşsin. 2x topla 10 bərabərdir 26-ya. 2x-i buradan tapanda 26-dan çıxacam. Onu 2x bərabərdir 16-ya, x də bərabərdir 8-ə. Müxtəlif yollarla da olar. Bunları bərabərləşdirib buradan x3 xanasını tapa bilirik. Bu da 8-dir.